Gelin ölçünüzü görün siz. Yolumuz bayramımız mübarək. Əziz qonaqlar və uşaqlar, mən də Bahar qızı olaraq sizləri ürəkdən salamlayıram. İndi isə gəlin, fidan balalarımızın hazırladığı rəqslərə tamaşa edək.
Əziz uşaqlar, əziz qonaqlar, hər birinizi xoş gördük. Çox şadam ki, bugün mən sizlənəm. Bəlkə böyüklər bilər. Xətai rayonundan seçilmişəm, hansı ki sizin 3 aylı uşaq evi də Xətai rayonunda yerləşir. Mən çox şadam ki, bizim rayonda belə bir uşaq evi fəaliyyət göstərir və belə gözəl, dadlı, şirin şəkər balalarımız var. Bugün mənim üçün çox xoş oldu sizlə birgə olmaq. Bilirsiniz ki, Novruz bayramı yaxınlaşır. Dünən ilaxır çərşənbəmiz idi, torpaq çərşənbəsi. Bu çərşənbələrdə, Novruz bayramında yaz fəsli gəlir və torpaq oyanır, təbiət oyanır. Görürsünüz, ağaclar yaşıllaşır, çiçəklənir, hər tərəf yaşıl olur. Və bizim də adət-ənənələrimizdir ki, Novruz bayramını qeyd edirik. Bir-birimizin evinə gedirik, üstülər barışır, mehriban olurlar. Sizə kimsə küsmüdürsə, uşaqlar bir-birinizlə barışarsınız. Sizin Novruz bayramınızı təbrik edirəm. Hər birinizə can sağlığı arzu edirəm. Məni də bacınız, xalanız, mamanız necə istəyirsiniz, qəbul edə bilərsiniz. Düşünürəm ki, bundan sonra bütün tədbirlərimizdə mən də iştirak edərəm sizlə birgə olmaqdan. Çünki şad oldum. Hər zaman bir-birinizlə mehriban olun. Sizə sağlıqlı ömür arzulayıram. Sağlam böyüyün. Allah sizə can sağlığı versin. Allah sizləri qorusun. Əziz balalar, mən də sizi salamlayıram. İlk öncə rayonumuzun başçısı Rafiq müəllim Quliyevin salamlarını sizə yetirirəm. Çünki bilirəm ki, bütün əhalimizin o cümlədən də sizlərin ən sevimlisidir Rafiq müəllim. Həmişə həm təhsildə, həm səhiyyə, mədəniyyət, bütün sahələrdə hər kəsin qarşısına qalır. Xüsusən də bizim şəhidlərimiz var, şəhid ailələrinin, qazilərimizin yanındadır. 3 saylı uşaq evi bizim Xətai rayon icra hakimiyyəti üçün ən əziz, ən doğmaq olan bir müəssisədir. İllər boyudur. Məsəl üçün, şəxsən mən özüm 26 ildir bu işdəyəm, dövlət içindəyəm və 26 ildir o uşaqların yanında, həmişə bir yerdə oluruq. Novruz bayramı gözəl bir, demək yerdə, bu bayramların içərisində ən gözəlidir. Həm təbiət nöqteyi nəzərdən, həm insanların həyata baxışı nöqteyi nəzərdən. Bax, görürsün necədir, adı necədir, torpaq boyanır, bitkilər boyanır, ağaçlar boyanır, hər şeyin tumurcuqdan başlayır, yenidən başlayır. O, bu gözəllik burasında. Buna görə də biz hər il, hər bütün tədbir, bütün daha doğrusu bayramlarımızda olduğu kimi yenə də ənənəmizə sadiq qaldı. Xətai rayon bələdiyyəsi ilə birgə Elşad müəllim də bələdiyyə sədrimizdir bizim. Onun da salamlarını əlbəttə ki, elə bələdiyyə adından da çatdırıram. Bu gün də ənənəmizə sadiq qalaraq yenə də sizin görüşünüzə gəldik. Ən əsası, ən böyük hədiyyə əslində qalanda sizlərdən bizə oldu. Mən bilirəm ki, Pərvanə xanım da bir neçə il bundan əvvəl iştirak edildi. Amma bu Milli Məclisin deputatı kimi, millət vəkili kimi ilk dəfədir. Və elə onun da adından deyə bilərəm ki, bax, bizə ən böyük hədiyyə sizin gülüşünüzdür, sizin belə gözəl təqdimatınızdır, sizin belə gözəl rəqslərinizdir. Pərvanə xanım, bunlar o qədər, həqiqətən də bax, bu uşaqlar bu müddət ərzində illər boyda biz bunu görmüşük, o qədər istedadlar çıxır ki burada. Yəni, bunların içərisində bu pedaqoqların, bu insanların, bu tərbiyəçilərin, bu rəhbərliyin çox rolu vardı. Ən əsası da ondan ibarətdir ki, bu uşaqların içərisindən istedad. Məsəl üçün, Səbinə İsmailova. İndi bu günləri ölkəmizin tanınmış rəqqasıdır. Yəqin ki, tanıyırsınızlar Səbinə xanım, bax, burada yetişmişdi, burada böyümüşdü, sonra buradan onu toyu oldu, ailə həyatı qurdu. Yəni, dediyim odur ki, çoxlu. Bu günləri hanı Sara? Sara haradadır? Sara burada yandı. Sara bu günləri gözəl şeirləri var. Mehriban xanımın, yəni fondun dəstəyi ilə o şeirləri kitabı nəşr olmuşdur. Bu yaxınlarda olur önlərlə bağlı inşa müsabiqəsi idi. O inşa müsabiqəsinin qalibi oldu və o qədər istedadlı gəncdir ki, orada Eldar Əziz oradakı münsiflər heyəti elə
tədbirin aparıcısı və tədbirin ən öndə yeni çıxış eləyəni oldu. Yəni, bax, o belə istəsə, indi mən ona görə də həmişə çalışıram ki, bu uşaqlarla yan-yana durub şəkil çəkirəm ki, çünki bilirəm gələcəkdə deyəcəm ki, o mənə tanıyırsa, onlar məni tapşırsınlar. Ona görə də siz bizim üçün əzizsiniz, həmişə bizim üçün əzizsiniz, dövlətimiz üçün, millətimiz üçün, xalqımız üçün əzizsiniz. Bu günləri sizin ən böyük sevinçlərinizdən biri əlbəttə ki, aydındır, Allah rəhmət eləsin, ulu öndərimizdir, adı sanı bizim yanımızdadır, həmişə onun ruhu bizim yanımızdadır. Ən əsası da odur ki, Cənab Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevi Prezidentimizə hamımız çox istəyirsiniz. Xüsusən də Mehriban xanım Əliyeva bu gənclər, yetişən gənclər üçün, bu uşaq evləridir, təhsil məsələləri üçün ən sevimlisidir, ən sevimlisidir. Eləcə də Arzu xanımdır, Leyla xanımdır, Babullah xanımdır, sevimlidir. Görürsünüz, bayram günləri ərəfəsində Cənab Prezident dünənləri xanımı ilə Ağdərədə oldu. Bizim o işğaldan azad olunmuş ərazimizdə oldu. Mehriban, Leyla xanımla Arzu xanım Gəncədədir. Bu insanların, bax, beləcə də uşaqların içərisindədir. Dövlətimiz öz gənclərini, öz övladlarını, öz millətini, xalqını sevəndir. Buna görə də biz torpağımızı, vətənimizi o qədər qəlbdən, ürəkdən sevirik ki, biz qoymadıq torpaqlarımız işğal altında da qalsın. Bizim o gənclərimiz, 18, 19, 20, 25 yaşında gənclərimiz getdilər, Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik həsrətə son qoydular, torpaqlarını azad elədilər. Yəni artıq 5-ci ildir ki, bizim bax, belə keçirdiyimiz, istər Novruz bayramı, istər Ramazan, istər digər bayramlarımız, bax, belə zəfər təntənəsi ilə olur. Çox qəlbdən, ürəkdən sevinə-sevinə edir. Və sizin hər birinizə, məktəbin rəhbərliyinə, müəssisənin rəhbərliyi Günay xanım, sizə, bütün kollektivə, agentliyə, yəni... Merhaba,